Həzrət Zəhranı çox adam istədi. Bəli. Həzrət Zəhranın qapısına çox adam elçiliyə gəldi. Hətta tarixdə vardı ki, Əbdurrahman İbn Avf Həzrət Peyğəmbərin qapısına gəlir elçiliyə, deyir, ey Allahın Peyğəmbəri, əgər sən razı olsun ki, mən Həzrəti Zəhranla izdivac eləyim, Həzrət Zəhra gəlin çıxdığı evdən, gəlin getdiyi evə qədər bütün küçələri qırmızı dəvənin yunundan toxunmuş xalçalarla bəzəyərəm. Amma Həzrət Peyğəmbərimiz buyurdu ki, Zəhranın razılığını Allah verər. Allahın razılığı ilham olar Həzrət Zəhranın qəlbinə, Həzrət Zəhra deyər hə. Və hamıya yoxdur. Peyğəmbər əleyhissalamdan başqa bir hədisdə deyilir ki, xəlq olunmasaydı Həzrəti Əli, Həzrət Zəhra heç kəslə izdivac eləməzdi. Bəli. Bəli. Yəni Həzrət Zəhraya müqabil əks cinsin tərəfindən Həzrət Zəhraya bərabər olan yeganə və yeganə varlıq Əmir əl-Möminin Əli əleyhissalamdır. Peyğəmbər əleyhissalam bunu ümmətinə, yəni bizlərə əməli surətdə də göstərirdi ki, yəni siz də evladlarınıza müqabil adamla evləndirin.